Salam əziz şagirdlər, mən Premium Akademinin İngilis dil müəllimi Nərgiz Əlzadə. Bugün sizlərlə 14 dekabr tarixində kursumuzda keçirilmiş güvən sınağının 9-cu siniflər üzrə izahını verəcəm. Gəlin sualların izahına keçək. Bildiyimiz kimi 1 və 4-cü suallar listening suallarını əhatə edir. Listening ilə tanış olsanız görərsiniz ki, listeningimiz təbiətin, ətraf mühitin qorunması haqqındadır. Ətraf mühiti necə qorumalıyıq, plastiklərdən az istifadə etməklə, bunları uşaqlara təbliğ etməliyik, məktəblərdə, siniflərdə posterlər hazırlatmalıyıq uşaqlara. Daha sonra sudan, qidadan lazım olduqca istifadə etməliyik. Onları artıq israf etməməliyik. Ağacların kəsilməsinin qarşısını almalıyıq. Yəni, listeningimiz bu haqda idi. Buna görə də gəlin indi birinci sualdan başlayaq. What's the passage mainly about? Mətin nə haqqındadır? Qeyd etdiyim kimi mətin ətraf mühitin qorunması haqqındadır. Düzgün cavabımız Y olacaq. How to protect the environment. İkinci sual. Düzgün cavabı seçmək tələb olunur. Sualın düzgün cavabını What's one way families can protect nature? Ailələrin təbiəti qoruma yollarından biri nə idi? Düzgün cavabımız C variantı. By using less plastic. Plastiklərdən az istifadə etməklə təbiəti qoruya bilərik. A variantında ağacları, meşələri kəsməklə, B variantında suyu, qidanı israf etməklə, D variantında keeping animals in cage, heyvanları qəfəsdə saxlamaqla, Y variantında isə by driving cars all day long, gün ərzində, gün boyu maşından istifadə etməklə. Bunların hər biri təbiəti qoruma yolları deyil. Heç biri təbiəti qoruma yolu deyil. Düzgün cavabımız C variantı. By using less plastics. Plastiklərdən az istifadə etməklə düzgün cavabımız C variantı olacaq. Hansı ki, listeningdə də səsləndi. Complete the sentence according to the passage. Cümləni tamamlamaq tələb olunur mətnə əsasən. In class, students can sometimes. Məktəbdə şagirdlər bəzən make a poster about recycling or pollution. Posterlər hazırlayırlar. Recycling və pollution haqqında posterlər hazırlayırlar. Düzgün cavabımız D variantı olacaq. Play video games and watch cartoons. Belə bir şey deyilmədi. Sleep during a lecture about animals. Belə bir şey də deyilmədi listeningdə. Cook food and wash dishes together. Birlikdə yemək hazırlamaq, qabları yumaq, belə bir şey də qeyd olunmadı. Həmçində Y variantı da yanlışdır. Düzgün cavabımız D variantı olacaq. Decide whether the statements are true or false. Cümlələrin true, false, doğru və yaxud da yanlış olması haqqında cavablayacağıq sualları. It's important to save water, food. Unimportant deyildiyi üçün cümləmiz false olacaq. Çünki unimportant deyil, important. Listeningdə də belə səslənir ki, it is important to save water or food. Qidanı və ərzağı qorumaq, yəni ondan lazım olduğu qədər istifadə etmək vacibdir. Unimportant, vacib deyil, deyilmədi, vacibdir deyildi. Buna görə də cavabımız false olacaq. B variantı. İkinci, some forests are cut down and some animals become endangered. Bəli, düzgün cavabımız true olacaq. Hansı ki, meşələr kəsilmək üzrədir və heyvanların da nəsli tükənmək üzrədir. Listeningimizdə bu səsləndiyi üçün true. Düzgün cavabımız A variantı olacaq. Families can spend their weekends throwing plastic waste into rivers. Bu olacaq bizdə false, yanlış. Çünki ailələr öz həftə sonlarını plastikləri çaya tullamaqla keçirmirlər. Əksinə, plastiklərdən az istifadə etməlidirlər. Buna görə də burada yanlış olduğu üçün B variantını götürəcəyik. Students enjoy spending free time outside in nature. It's true. Düzgündür. Düzgün cavabımız A variantı olacaq. Hansı ki, şagirdlər öz boş vaxtlarını təbiətin qoynunda, bayırda keçirməkdən zövq alırlar. Bu da düzgün cavablarımızdan biridir. B-A formasında olacaq 4-cü sualımızın cavabı. İndi isə qrammatik sualların izahına keçək. 5-ci sualda choose nouns in the plural. Cəmdə olan isimləri seçmək tələb olunur. İsim mövzusundan bildiyimiz kimi, plural singular noun mövzusundan bildiyimiz kimi cəm isimlərimiz 2 hissəli cəm isimlər var. Cəmi kökündən dəyişərək cəmlənən isimlərimiz var.
Bunlardan biri də scissors 2 hissəli cəm isim və children cəmi kökdən dəyişərək cəmlənən isimlərdən biridir. Cavabımız 1-3 olacaq. News və advice isə tək və sayıla bilməyən isimdir. 6-cı sual article mövzusu. Baxırıq ki, birinci tərəfdə nöqtələrdən sonra universitet adı qeyd olunub və bura the article-ını qoyacağıq. He is studying law at the university, Oxford University in England. İkinci tərəf isə boşluq olacaq. Çünki bildiyimiz kimi dövlət, şəhər adları ilə heç bir artikel işlənmir. Düzgün cavabımız B variantı. 7-ci sual. 7-ci sualımız əvəzlik mövzusu ilə əlaqəlidir. If you think, birinci tərəfə baxsaq, görərik ki, nöqtələrdən sonraki ismimiz ID-yə sayıla bilən, hansı ki istisna isimlərdən bəziləri var idi ki, onlar mücərrəd olsa da sayıla bilirdilər. ID də bu isimlərdən biridir, lakin burada təkdə verilib. Buna görə də bizə lazımdır birinci hissədə tək yiyəlik əvəzliyinə, tək işarə əvəzliyinə istifadə etmək. A və D variantlarına çıxırıq ki, işarə əvəzliyimiz cəmdədir, lakin ismimiz təkdə olduğu üçün biz tək işarə əvəzliyi qoymalıyıq. İkinci tərəfə isə baxsaq, qayıdış əvəzlikləri görərik və biz bilirik ki, qayıdış əvəzliyi cümlədə mübtədaya əsasən qoyulur. Mübtədamız da you olduğu üçün ikinci tərəfdə qayıdış əvəzliyimiz ona uyğun şəkildə yourself olacaq. B variantı. 8. Quantifiers mövzusu ilə bağlıdır. Nöqtələrdən sonra gələn ismimiz homework sayıla bilməyən tək isimdir. Sayıla bilməyən tək isim olduğu üçün few işlətməli, few işlətməli, many işlətməli. A və Y variantları arasında qalırıq və cümləmizə baxsaq, görərik ki, we have homework to do, so we can't go out tonight. Biz bu axşam bayıra çıxa bilmərik. Deməli, bizim ev tapşırığımız çoxdur. A lot of homework. A variantı düzgündür. Yeni qoysaq, çox az ev tapşırığımız var. Biz bu axşam bayıra çıxa bilmərik. Cümlə düzgün şəkildə tərcümə olunmadığı üçün, kontekstə uyğun olmadığı üçün Y variantı yanlışdır. Only little ifadəsi həm də struktur cəhətdən yanlışdır uşaqlar. Elə bunun strukturuna fikir versəniz, elə only a little heç tərcümə eləməyə də ehtiyac qalmaz. Çünki only-dən sonra bilirik ki, only a little və only a few ifadələri işlənir. Yəni only little ifadəsi quruluşuna görə də yanlış olduğu üçün elə Y variantını tərcümə etmədən də rahat şəkildə çıxa bilərik. Düzgün cavab. 9-cu sualla davam edirik. 9-cu sual preposition söz önəmi mövzusu ilə bağlı bir sual nümunəsidir. He was sitting on the chair. Stulun üzərində oturmaq, üstündə oturmaq. On the chair ifadəsi kimi gedir. And talking on the phone. Və telefonla danışırdı. Hər iki tərəfdə də on. Düzgün cavab A variantı olacaq. 10-cu sual irregular verbsləri seçməyimizi istəyir. Yəni qaydasız feillər. Bilirik ki, feillər qaydalı və qaydasız olurlar. Qaydalı feillər D-id qəbul edərək düzəlir. Müəyyən bir qayda daxilində qaydaya tabidirlər. Irregular verblər isə kökdən dəyişərək, formaları kökdən dəyişərək düzəlir. A variantında baxsaq clean və open feilləri regular, id qəbul edərək düzələn feillərdirlər. B variantı go, went, gone, come, came, come, take, took, taken. Üç feilimiz də irregular verbdür, yəni kökdən dəyişirlər. C variantında look, looked formasında olur. D variantında stay, stayed formasında olur, yəni qaydalıdır. Y variantında isə call, called formasında olur, qaydalı, regular verblər olduğu üçün yanlışdır. Düzgün cavabımız B variantı olacaq. 11-ci sual, demək olar ki, əksər testlərdə rastlaşdığımız zaman nümunəsinə aid test tipidir. Su 100 dərəcədə qaynayır. Bilirik ki, bəzi faktlar, bəzi qaydalar, yəni fakt və qaydalar, təbiət prosesləri, təbiətdə baş verən proseslər indiki sadə zamanda işlənir. Buna görə də düzgün cavabımız boils olacaq. Mübtəda xəbər uzlaşmasında nəzərə alaraq boils götürürük. Düzgün cavab B variantı. 12-ci sual yenə zaman forması ilə bağlı bir test nümunəsidir. Baxırıq ki, cümlənin sonunda zaman zərfimiz var. Next lesson, gələcək zaman və strukturumuzda will teach formasında olacaq. Düzgün cavab D variantı.
13-cü sual. Yenə zaman formaları ilə bağlı bir test nümunəsidir. Zaman zərfimiz last weekend, past simple zaman forması. Düzgün cavabımız A variantı, didn't have. 14-cü sual. It started to rain. Yağış başladı. But they, amma onlar yollarına davam etdilər. Continued. Düzgün cavabımız C variantı olacaq. Digər sözləri yerinə qoysaq, məna cəhətdən düzgün oturmayacaq cümləmizə. Buna görə də C variantı düzgündür. Yağış başlasa da onlar yollarına davam etdilər. 15-ci suala davam edirik. 15-ci sualda match the words to their definition. Sözləri izahları ilə match etmək tələb olunur. To solve, həll etmək. To challenge, sınaq etmək. Çətinliklə üzləşmək bu mənalarda işlənir. To burn isə yandırmaq. Gəlin indi isə uyğunlaşdıraq. To solve problemi həll etmək, yəni to find an answer to a problem. 1-də olacaq C. 2-də to challenge, to test someone's ability or determination. Bir kəsin bacarığını test etmək. Düzgün cavabımız 2-də B olacaq. To burn isə yandırmaq. To be hurt, damaged or destroyed by fire. 3-də də A. C, B, A. Düzgün cavabımız Y variantı olacaq. 16-cı sual. Pair of antonyms. Antonim cütlüyünü seçmək tələb olunur. Düzgün cavabımız Y variantı olacaq. To hide, to show. To hide gizlətmək, to show isə göstərmək, yəni əks mənalı antonim sözlərdir. Choose a close meaning to the underlined word. Altından xətt çəkilmiş sözün sinonimlərini seçmək tələb olunur. Don't frighten the cat, it will run away. Pişikdən qorxma, o qaçıb gedəcək. Qorxmaq, frighten sözünün sinonimləri terrify və scare. 2 və 3 sinonim cütlüklər. Düzgün. 18-ci suala davam edirik. 18-ci sual qısa mətnlərlə bağlı sual nümunəsidir. Hi Tom, I am sorry I couldn't come to your birthday yesterday. I was feeling unwell. I hope you had a great time with your friends. Best Sam. Salam Tom, mən sənə üzr istəyirəm. Dünən ad günü partinə gələ bilmədiyim üçün. Mən özümü pis hiss edirdim. Ümid edirəm ki, sən dostlarınla yaxşı vaxt keçirdin. Sam apologizes for missing Tom's birthday. Elə düzgün cavabımız A variantı olacaq ki, Sam Tomdan ad günü partisinə gələ bilmədiyi üçün üzr istəyir. B variantı isə Tom apologizes. Tom üzr istəmir. Məktubu yazan Sam olduğu üçün Sam Tomdan üzr istəyir. C variantında Sam invites Tom. Sam Tomu dəvət edir ad günü partisinə. Xeyr, belə bir şey deyilmir. Tom was unwell on his birthday party. Tom ad günü partisində özünü pis etdi. Belə bir şey yox idi. Sam says he didn't enjoy the birthday party. Sam deyir ki, ad günü partisində əylənmədi, zövq almadı. Bu da yanlışdır. Düzgün cavabımız A variantı olacaq ki, Sam Tomun ad günü partisinə gələ bilmədiyi üçün ondan üzr istəyir. 19-cu sual. What's the purpose of the message? Hi Sarah, I am at the train station now, waiting for my train to Paris. Salam Sarah, mən qatar stansiyasındayam. İndi qatar stansiyasındayam. Parisə getmək üçün qatarımı gözləyirəm. I'll text you again when I arrive. Best Tom. Mən çatanda sənə yenidən yazacağam. Tom. A variantında to invite Sarah to Paris. Sarah'nı Paris'e dəvət edir. Xeyr, belə bir şey deyilmirdi. To ask Sarah to buy a ticket. Sarah'ya bilet almağı xahiş edir. Xeyr, bu da yanlışdır. To inform Sarah about his travel. Bəli, bu düzgündür ki, Sarah'nı məlumatlandırır. Öz səyahəti barədə Sarah'ya məlumat verir. Düzgün cavabımız C variantı olacaq. To tell Sarah that the train is late. Sarah'ya qatarın gecikəcəyini deyir. Bu da yanlışdır ki, belə bir şey deyilmirdi. To ask Sarah to meet him at the station. Sarah'ya onunla stansiyada görüşməyə xahiş edir. Xeyr, bu da yanlışdır. Düzgün cavabımız C variantı olacaq. 20-ci sual. Dear customers, our bookstore will be closed on Monday morning for stock checking.
It will reopen at 2 p.m. the same day. Thanks for your understanding. Əziz alıcılar, əziz müştərilər, bizim kitab mağazamız birinci gün, bazar ertəsi günü səhər yoxlanış üçün bağlanacaq. O saat 2-də, həmin gün saat 2-də yenidən açılacaq. Diqqətiniz üçün, anlayışınız üçün təşəkkür edirik. A variantında The bookstore will be closed all day Monday. Xeyr. Birinci gün, yəni bazar ertəsi günü bütün günü bağlı olmayacaq. Həmin gün saat 2-də yenidən açılacaq deyilirdi mətndə. Buna görə A variantı yanlışdır. The bookstore is moving to a new place. Yeni bir yerə köçürülür. Xeyr. The bookstore will reopen on Tuesday. İkinci gün açılacaq mağaza. Xeyr, bu da yanlışdır ki, həmin gün, yəni bazar ertəsi günü birinci gün yenidən saat 2-də açılacaqdı mağaza. D variantında books will not be sold this week. Bu həftə kitab satılmayacaq. Bu da yanlışdır. Belə bir məlumat deyilmirdi. Customers can shop again in the afternoon. Bəli, düzgün cavabımız Y variantıdır ki, günorta alıcılar yenidən öz alış-verişlərinə davam edə biləcəklər. Alış-veriş edə biləcəklər. Düzgün cavabımız Y variantı. İndi isə mətnimizlə bağlı suallara gəldik. Hansı ki mətni oxuyub, birinci mətni oxuyub tərcümə edəcəyik. Daha sonra isə sualları cavablayacağıq. Gəlin birinci mətnimizi oxuyaq. In ancient times, people from many countries chewed gum from trees. Qədim dövrlərdə insanlar bir çox ölkələrdə insanlar saqqızı ağacdan əldə edirdilər. The gum came from the sap of special trees and was soft, but it had very little flavor. Bu saqqız xüsusi ağacların şirəsindən hazırlanırdı və yumuşaq idi, lakin çox az dadı var idi. People like to chew it to clean their teeth or keep their mouths busy. İnsanlar dişlərini təmizləmək və ağızlarını məşğul saxlamaq üçün saqqız çeynəməyi xoşlayırdılar. In the 1880s, two brothers named Flair wanted to make the gum taste better. 1880-ci illərdə Flair adlı iki qardaş saqqızın dadını daha yaxşı etmək istədilər. They worked with gum from a tree called the chicle tree. Onlar chicle adlanan ağacdan alınan saqqız üzərində işlədilər. They covered it with sugar and called it chiclets. Onlar onun üzərinə şəkər əlavə etdilər və ona chiclets adını verdilər. Their friends and family liked the gum, but it was not advertised, so most people didn't know about it. Onların dostları, ailə üzvləri bu saqqızı bəyəndilər, lakin reklam olunmadığı üçün insanların çoxu ondan xəbərsiz idi, yəni saqqızdan xəbərsiz idi. Ailə üzvlərinin və dostlarının məlumatı var idi yalnız bu saqqızdan. Around the mid-1880s, factories started to make chewing gum in larger amounts. 1880-ci illərin ortalarında fabriklər saqqızı daha böyük miqdarda istehsal etməyə başladılar. Then the gum became very popular. Daha sonra saqqız çox məşhur oldu. Many people, especially children, enjoyed chewing it because it was sweet and fun. Çoxlu insanlar, xüsusilə də uşaqlar saqqız çeynəməyi sevirdilər, çünki o şirin və əyləncəli idi. Soon different flavors such as mint and fruit were made. Tezliklə nanə və meyvə kimi müxtəlif dadlar hazırlandı. Today chewing gum is popular all over the world. Bugün saqqız bütün dünyada məşhurdur. Many companies make different types of gum. Bir çox şirkətlər müxtəlif növ saqqızlar istehsal edir. Some are soft, some are hard, and some have liquid inside.
Bəziləri yumuşaq, bəziləri sərt, bəzilərinin isə içində maye olur. Not all gum comes from trees anymore. Some companies use artificial materials instead. Artıq bütün saqqızlar ağacdan hazırlanmır. Bəzi şirkətlər saqqız hazırlayarkən süni materiallardan da istifadə edirlər. İndi isə gəlin suallara baxaq. What's the passage mainly about? İlk sualımızda mətn nə haqqındadır deyə soruşur. Mətn şirin bir məhsulun tarixi haqqındaydır. Buna görə də düzgün cavabımız Y variantı olacaq. Çünki digər cavablar mətnimizin adı ilə bağlı deyil. Hansı ki, adı different kinds of chocolate deyilir. Şokoladdan söhbət getmirdi. C variantında da həmçinin chocolate bars deyilir. Yəni burada şokoladdan yox, saqqızdan, şirin bir məhsulun tarixindən söhbət gedirdi. B variantında how sugar is produced from trees, ağacdan şəkər necə alınır, bu haqda idi. Xeyr, bu da yanlışdır ki, saqqız haqqındaydı mətnimiz. The work of the Flair brothers in factory, Flair qardaşların işi haqqında da deyildi. Choose a false statement according to the passage. 22-ci sualda bizdən səhv cümləni seçməyimizi istəyir. A variantında in ancient times people chewed gum from trees. Bəli, saqqızı ağacdan alırdılar. Qədim zamanlarda düzgündür. Bizdən false istədiyi üçün yanlış cümləni seçməliyik. B variantında the Flair brothers made gum from the chicle tree. It's true. Düzgündür ki, chicle ağacından almışdılar onlar saqqızı. C variantında the gum called chiclets were advertised everywhere. Səhv cavabımız budur. Çünki onların chiclets adlandırdığı saqqızlar hər yerdə məşhur deyildi. Biz indi qayıdıb mətndə sizə həmin cümləni göstərərəm. Y variantına da baxaq. Today some companies use artificial materials to make gum. Bu da düzgün cavabımız olduğu üçün bunu da götürməyəcəyik. Çünki hal-hazırda deyil, bir çox şirkətlər süni materiallardan istifadə edərək saqqız düzəldirlər. Bəli, bu düzgündür. Səhv olan C variantıdır. Mətnin içinə qayıtsaq, görərik ki, onların chiclets adlandırdığı saqqız yalnız ailə üzvləri və dostları tərəfindən tanınırdı. It was not advertised, yəni məşhur deyil idi. Lakin bizdə C variantında deyilir ki, hər yerdə məşhur idi. Buna görə də yanlış variantımız elə C variantı olacaq. 23-cü sualda bizdən sualın düzgün cavabını vermək tələb olunur. When did chewing gum become popular? Nə vaxt məşhur olmağa başladı? Saqqız nə vaxt məşhurlaşdı? Düzgün cavabımız D variantı olacaq. In the mid-1880s. 1880-ci ilin ortalarından, yəni fabriklər onu istehsal etməyə başlayandan sonra saqqız məşhurlaşdı. 24-cü sual. Cümləni düzgün şəkildə tamamlamalıyıq. People in ancient times chewing gum from trees, but it had little flavor. Dadı az idi. Yəni qədim zamanlarda insanlar saqqızı ağacdan əldə edirdilər, amma it had little flavor, dadlı deyil idi, dadı az idi. Mətnin içində də deyildiyi kimi B variantı düzgündür. 25-ci sualda düzgün cümlələri seçmək tələb olunur. Birdə the Flair brothers covered their gum with sugar. Düzgündür. Biri götürəcəyik ki, düzgündür. Çünki onlar ixtira etdikləri, kəşf etdikləri saqqızı üzərini şəkərlə örtürdülər, şəkər əlavə etmişdilər. Bəli, biri düzgündür. İkinci, people in ancient times chewing gum made from fruit and chocolate. Qədim zamanlarda insanlar saqqızı meyvə və şokoladlardan əldə edirdi. Yanlışdır. Üçdə, today all chewing gum is made from tree sap. Ağac şirəsindən alınır. Today, hal-hazırda. Buna görə yanlışdır. Çünki hal-hazırda ağac şirəsindən alınmır. Artıq artificial materiallardan, süni materiallardan da istifadə olunaraq saqqız düzəldilir. Buna görə 3 yanlışdır. 4-də isə factory started to make gum in the mid-1880s. Düzgün cavablarımızdan biri də 4 olacaq. 1 və 4 düzgün cavabımızdır. 1880-ci ilin ortalarından fabriklər saqqız istehsal etməyə başladılar. 26-cı sualda isə verilmiş 3 şəklə əsasən 35 sözdən ibarət esse yazmaq tələb olunur.
Hansı ki mən burada 35 sözdən də bəlkə artıq sözlə 3 şəkli ifadə edəcək dərəcədə esse nümunəsi göstərmişəm sizlərə. Siz də 3 şəkli əhatə edəcək dərəcədə ən az 35 sözdən ibarət olmaqla esse yazaraq ona uyğun balınızı ala bilərsiniz. Videomuzu bəyəndinizsə like etməyi, kanalımıza abunə olmağı unutmayın və açıqlama bölməsində qeyd edilən nömrə ilə əlaqə saxlayaraq dərslərimizdən də faydalana bilərsiniz. Çox sağ olun. İzlədiyiniz üçün təşəkkürlər.